Necə olur ki, Paşinyan Qərblə sıx əməkdaşlıq etsə də, Rusiya və İranla münasibətlərini qoruya bilir. Öz ərazisindən keçən trip marşrutuna nəzarəti ABŞ-a verir, amma İrandan da sərt təpki gəlmir. Elə İrandakı münaqişə zamanı da Azərbaycandan fərqli olaraq Ermənistan hələ ki hansısa zərbəyə məruz qalmayıb. Ermənistanın baş naziri Nikol Paşinyan Dünya Biznes Forumunda deyib ki, balanslaşdırılmış xarici siyasət yürütməyə çalışırlar. Bu o deməkdir ki, Avropa İttifaqı Rusiya və regional güclərimizlə fərqli münasibətlərimiz arasında tarazlıq yaratmağa çalışacağıq. İranla münasibətlərimiz çox vacibdir və mən artıq qeyd etmişdim ki, biz Türkiyə ilə diplomatik münasibətlər qurmağa çalışırıq. Azərbaycanla sülh sazişi əldə etməyə çalışırıq. Əlbəttə ki, bu asan deyil, amma digər tərəfdən bunun mümkün olmadığını düşünmürəm. Baş nazir Ermənistanı iqtisadi təcrid vəziyyətindən çıxarmaq üçün qonşu dövlətlərlə əlaqələrini dərinləşdirməsinin Avropa İttifaqına qoşulmaq qədər vacib olduğunu vurğulayıb. Ermənistandan olan siyasi şərhçi Ruben Mehrabyan İranın Ermənistanı təhdid olaraq görmədiyini düşünür. Əslində bu vəziyyət hər iki tərəfi qane eləyir. İran Yerevana təsir göstərmir. Məhz ona görə ki, Yerevan İranla daim əlaqələri saxlayır. İran anlayır ki, Ermənistan ərazisindən ona heç bir zərər gəlmir. Yerevan bunu müsbət neytrallıq kimi təqdim edir və bu da sizin qeyd etdiyiniz balansın formalaşmasına səbəb olur. Avia zərbələrin ilk günündən Ermənistan İrana qarşı hücumlara qoşulmayacağını bildirib. Cənubi Qafqaz ölkələrinin hamısı, o cümlədən Ermənistan, Müştəbə Xameneyini yeni ali dini lider seçilməsi münasibəti ilə təbrik eləyib. İranda sayı 150 minəcən olan erməni azlığı da yaşayır. İran hökuməti onların milli hüquqlarını təmin eləyir, onlar öz ana dillərində təhsil alır, öz kilsələri var.